Bakıda keçirilən Azərbaycan-İsrail Biznes Forumu iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm platform olub. Forum çərçivəsində İqtisadiyyat Naziri Mikayıl Cabbarov, İsrailin Xarici İşlər Naziri Gideon Saar ilə görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın yüksələn xəttlə inkişaf etdiyi vurğulanıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib. Azərbaycan və İsrail siyasi və institusional səviyyədə uzun müddətli əlaqələrə əsaslanan möhkəm siyasi etimad və konstruktiv dialoq təməlinə sahibdir. Daha da önəmlisi bu insanlar arası münasibətlər və əsrlər boyu birgə yaşayış təməlinə söykənir. Vurğulanmalıdır ki, yüksək səviyyəli təmaslar münasibətlərimizin möhkəmləməsində mühüm rol oynayır və bu xüsusda ötən həftə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində iki prezident Əliyev və Prezident Herzog arasındakı görüşü xüsusi qeyd edirəm. İqtisadi əməkdaşlığa gəldikdə isə Bakı Təl-Əvivin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir. Azərbaycan Dövlət Neft Şirkəti BP və NewMed ilə tərəfdaşlıqda İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsində operator kimi çıxış edir. Eyni zamanda Tamar qaz yatağının 10%lik payının əldə edilməsi bu tərəfdaşlığın gücləndirilməsini əks etdirir. Bakıda təşkil olunan biznes forumunda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı sənaye, kənd təsərrüfatı, əczaçılıq, texnologiyalar, nəqliyyat, logistika, kibertəhlükəsizlik, bankçılıq və turizm sahələrini təmsil edən 100-dən çox şirkətin nümayəndəsi iştirak edib. Forumda Azərbaycanın cəlbedici investisiya mühiti, Xəzər regionunda strateji biznes mərkəzi kimi rolu, eləcə də Ələt Azad İqtisadi Zonasının imkanları təqdim olunub. Qeyd olunub ki, Azərbaycan investorlar üçün geniş imkanlar yaradan etibarlı tərəfdaşdır. İsrailin Xarici İşlər Naziri Gideon Saar Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrin artırılmasının vacibliyi vurğulanıb. İsrail Azərbaycana xüsusilə müdafiə, enerji, su resursları, texnologiyalar və kibertəhlükəsizlik sahələrinə investisiyaların artırılmasında maraqlıdır. Bütün bu məsələləri Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarovla görüşüm zamanı ətraflı müzakirə etdim. Hər iki ölkə öz regionlarında sabitliyin dayağıdır və inkişaf etmiş iqtisadiyyata malikdir. Biz bu strateji tərəfdaşlığı yeni səviyyəyə çıxartmağa, qarşılıqlı investisiyaları artırmağa və insanlar arasında əlaqələri dərinləşdirməyə çalışırıq. Əminəm ki, biz buna nail olacağıq. Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Asosiasiyası arasında anlaşma memorandumu imzalanıb. Eyni zamanda işgüzar əlaqələrin gücləndirilməsi məqsədilə B2B və B2C formatında görüşlər keçirilib.